Şiələrdən biri el-hədis mövzusunda, yəni ki, tanınmış biri, zirə deyil hədislər birbaşa Peyğəmbərin əhli beytindən gəlir. Ki, İmam Əlidən oğluna, evladına, həyat yoldaşına və 12 dənə imam. Amma bir Buxari Müslimsə... Bu gəlir, lap yaxşı, xoş gəlir. Lakin, lap tutaq ki, Əli ibn Əbi Talibdən gəlsə belə, sənəd olmalıdır axı. Sənəd olmalıdır. Məsələn, onlarda ən məşhur kitab, necə bizdə Səhih Buxari'dir, onlarda Nəhcül Bəlağədir. Onlarda Nəhcül Bəlağə. Bismillahirrahmanirrahim. Esselamu aleykum və rəhmətullahi və bərəkətuh. Əziz qardaşlar, deməli, qardaşlardan biri bir video yazı göndərib bizə. Vəhabilərdən biri, özünə şeyx deyən vəhabilərdən biri başına aşıq papağı qoyub, çaydan içib, xurmadan yeyib, şirniyyatdan yeyib, ağzına gələn danışan vəhabilərdən biri bir video yazı buraxıb sosial şəbəkələrə. Buna sual verirlər ki, videonu yerləşdirmişik, həmən bəhs etdiyimiz videonu yerləşdirmişik. Bu adama sual verirlər ki, şiələrdə səhih hədis varmı? Və yaxud şiələr iddia edir ki, bizdəki hədislər Peyğəmbərin aleyhisselam, əhl-i beytindən, aleyhisselam əcməin rəvayət olunur. Bu adam da cahilcəsinə deyir ki, şiələrdə ən mötəbər kitab Nəhcül Bəlağədir. Necə bizdə Buxari Müslim, onlarda da Nəhcül Bəlağədir. Və açıq-aşkar görünür ki, bu adam ümumiyyətlə irad bildirdiyi müxatabının əqidəsindən xəbərsizdir. Ümumiyyətlə, bu adam primitiv şeylərdən xəbərsizdir. Yəni, necə ola bilər ki, sən başıva aşıq papağını qoyub, çıxıb, özünü şeyx adlandırasan, müəyyən fətvalar verəsən, bu qədər insanı özünə dəvət eləyəsən, amma sənin irad bildirdiyin, rəddiyə verdiyin əqidədən qəti şəkildə xəbərin yoxdur. Yəni, ömründə bir dəfə də olsa şiə kitablarını açıb oxumamısan, amma şiəliyin batil olduğunu bilirsən, iddia edirsən. Yəni, necə ola bilər ki, bir insan bir kəsə, bir əqidəyə, bir topluma, bir kütləyə və yaxud bir şəxsə irad bildirsin, amma irad bildirdiyi şeydən özü heç nə qanmasın, qandığı bir şey olmasın. Bu, təbii ki, elm adına bir biabırçılıqdır və biz hal-hazırda ekrana yerləşdirmişik ki, ümumiyyətlə, Nəhcül Bəlağə bizim mötəbər kitablarımızın arasında yer almayıb. Bizdə Kutubu Ərbəədir, yəni 4 kitabdır. Bəzən də Kutubu Səməniə deyirlər, 8 kitab. Yəni, nə 4 kitab arasında, nə də 8 kitab arasında Nəhcül Bəlağə yer almamışdır. Yəni, bu cahil kəs şiə əqidəsinin primitiv şeylərindən xəbərsizdir. Deməli, ekrana qoyduğumuz yazıda Əl-Kutubul Ərbəə əv Əl-Usulul Ərbəə, Kutubul Ərbəə və yaxud da Usulul Ərbəə hiyəl Kutubul Hədisiyyətul Ərbəə التي حظيت بمكانة خاصة بعد القرآن الكريم عند الشيعة الإمامية وهي الكافي والتهذيب والاستبصار وكتاب من لا يحضره الفقيه. Yəni, ey cahil, bizim mötəbər olan kitablarımız, Qurandan sonra mötəbər olan kitablarımız, yəni biz bu kitabları sizin kimi başdan ayağa səhih saymırıq. Biz deyirik ki, bu kitablar mötəbərdir, bu kitabların içində səhih hədislər daha çoxdur. Bizim əqidəmiz budur. Yəni, bundan sonra şiələrin ən mötəbər kitabları hansılardır? Əgər sənə sual verirsə, biz bu video yazını sosial şəbəkələrə və yaxud YouTube platformasına yerləşdirəcəyik, baxıb öyrənərsən. Deməli, Ba'dəl Qur'anil Kərim, İndə Şiətil İmamiyyə və Hiyyə Əl-Kafi, birinci Əl-Kafidir, və Təhdib, sonra Ət-Təhdibdir, sonra Vəl-İstibsar, sonra İstibsardır, Əl-İstibsar fi məxtulifə minəl əxbar. Və kitabu mən lə yahduruhul fəqihdir. Bizim mötəbər kitablarımız bunlardır. Ey cahil, kəzzəbul əsvət. Təbii ki, elm öyrənmək vacibdir. Və yenə dedim ki, əvvəldə də İslam savadsızlığı xoşlamayıb, əksinə elmi xoşlayıb və əvvəl gündən də deməli, bu da vaxt tapdı. Deməli, əvvəl gündən də deməli, savadsızlıqla, cahilliklə mübarizə aparıb. Amma elmin